Allah xeyir versin. Bugünkü gündə Ağdamın Albel qəsəbəsi. Albəyli 1 qəsəbəsində 3 kilovat, 3 minaborot, 18 bıçaq, 6 pər, o tüydən, yemüydən aparatımızı gətirib qardaşlara təhvil verdik. Allah xeyrinizi versin. Can sağlığı ilə. İnşallah kimə ehtiyac olsa aparatın qiyməti 1200 manatdan 1000 manata birbaşa yendirmişəm. Kimə ehtiyac olsa Allahın köməyinə bax, Ağcabədidir, Bərdədir, Tərtərdir, Ağdamdır. Ondan sonra getdi Şirvan, Səlyan, İmişli, Sabirabad. Bu bölgələrə çox yerinə çatdırmamız var. Aparat təmiz mis sarğı, 2024 buraxılış mis sarğı motorla da volt göstərən rubinlik qorucu sistemlə bir dənə də ot atıran baxın işləməyinə də. Hələ rozetkaya qoşmuşuq. O saat kimi işləyir. Bir dənə də buradan yonca layın belə götürdü. Ve bıraktı kimi işləyir ha maşallah. Allah xeyirlərini versin. Can sağlığı ilə. Qoydu götənə. Kimə ehtiyac olsa əlaqə saxlasın. Aparatımız martın axırına qədər endirimdədir. Qardaş Allah xeyrinizi versin. Can sağlığı ilə işlədir. Gətli yerində təhvil verdiyi Ağdama. Kim ehtiyac olsa 3 gün ərzində aparatı çatdırırıq. Xeyirli uğurlu olsun. Allah xeyrinizi versin. Tay bizi bağışlayın. Biz uzaq yol gedəcəyik. Sağ olun. Xeyirli olsun usta. Can sağlığı ilə. O dediyim kabelində çək. İnşallah voltuna baxın işlədim. Salamat. Salamat. Salamat qardaş. Xeyirli olsun. Xeyirli olsun. Burada Ağdam qəsəbəsi idi. Gəldi inşallah. Tanış olduq, şad olduq. Təhvil verdik. Maşınımız da buradadır. Bax yenə deyirəm. Yaxın bölgələrin hamısına çatdırmamız var. Mis sarğı ilə Dəmir Sərvət Sexinin öz maşını gətirir qapınızda 1 qəpiksiz təhvil verir, yoxlayır, gedir. İndi mənim yerlərdə yoxlamaq olmur, yəni şoförün özü gəlir, mən gəlmirəm. Amma özüm gələndə yoxlayıram, problem yoxdur, onsuz da yerində yoxlayıb videosunu atıram. Siz də əlaqə saxlayın Allahın köməkliyi ilə 3 günə, 4 günə də sizə çatdıraq.